بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين والصلاة والسلام على أشرف الأنبياء والمرسلين نبينا محمد وعلى آله وأصحابه أجمعين اللهم آت نفوسنا تقواها وزكها أنت خير من زكاها أنت وليها ومولاها. Ramazanın 13-cü gecəsidir. Allah subhanahu ta'ala həmd olsun və zikir barədə olan söhbətimizə davam edirik. Çünki zikir etmək, Allahı xatırlamaq olduqca əzəmətli və salih bir əməllərdəndir. Xüsusən də bu ayda təkidlə tələb olunan əməllərdəndir ki, insan zikr etməyi çoxaltsın. Ramazandan qeyri olduğu halına nisbətən bu ayda daha çox zikr etsin və özünü buna alışdırsın ki, hətta Ramazandan sonra zikirlər ona asan gəlsin. Və zikrin bir çox faydaları var, yəni saysam bitməz. Bu faydalardan bəzilərini qeyd etdik. İmana təsirini və rəhmətə səbəb olmasını və bir çox xeyirlərə səbəb olmasını, Allahın o əməllə, zikirlə insanı, ibadətləri insana hasanlaşdırmasını və s. və eyni zamanda zikir insandan şeytanı uzaqlaşdıran ən böyük səbəblərdən birisidir. Şeytanı insandan uzaqlaşdıran ən böyük səbəblərdən birisidir. Allah subhanahu ta'ala buyurur: وَمَنْ يَعْشُ عَنْ ذِكْرِ الرَّحْمَنِ نُقَيِّدْ لَهُ شَيْطَانًا فَهُوَ لَهُ قَرِينٌ. Allah Teala buyurur, kim Rəhmanı zikr etməkdən uzaq qaçarsa, kim Rəhmanı zikr etməkdən uzaq durarsa, biz şeytanı ona musallat edərik. Biz şeytanı ona, yəni urcalayarıq, o da ona yoldaş olar. Ayənin məfhumu odur ki, kim zikr edərsə, zikirlə bərabər olarsa, şeytan ona uzaq olmaz. Allah Teala deyir ki, kim Rəhmanı zikr etməkdən uzaq durarsa, fikir ver, Allah Teala Rəhman sifətini qeyd edir. Yəni, bu da onu göstərir ki, eyni zamanda, əgər sən zikr edərsənsə, Rəhmana yaxın olarsan, Allahın Rəhman sifətini, Rəhman vəsfini, Allahın rəhmətini qazanmış olarsan. Kim Rəhmanı zikr etməkdən uzaq durarsa, biz şeytanı ona urcalayarıq, ona urcaq edərik. Təsəvvür et. Və o da ona yoldaş olar. Kim istəyər ki, şeytan onun yoldaş olar? Heç kəs. Yəni, zikirdən nə qədər uzaq düşərsənsə, bir o qədər şeytan sənə yaxın olar və şeytan sənə yaxın olandan sonra səni müvəffəqiyyətdən məhrum edir. Vəsvəsələri ilə səni ağırlaşdırır hər bir şeyi. Sənin fikirlərinə daxil olur, sənin sözlərinə daxil olur, sənin hərəkətlərinə daxil olur. Şeytanın urcaq olması bu deməkdir. Yəni, xoş o insanların halına ki, onlar şeytandan azad olublar. Şeytandan azad olublar. Nə ilə? Zikirlə. Şeytandan azad olmağın, şeytandan qurtulmağın yeganə yolu budur. Zikir və ibadətlər də bunun üçün qoyulur. Ki, sən şeytana yox, yalnız Rəhmana qul olasan. Şeytana yox, Rəhmana qul olasan. İbadətdən uzaq düşənlər, yəni zikirdən uzaq düşənlər, onlar şeytana quldular. Şeytana quldular. Çünki şeytan insanları Allahı ibadətdən uzaqlaşdırmağa çalışır. Və insan buna itayət etdiyi zaman, şeytana itayət edib Allaha qulluğu tərk etdiyi zaman, nəticədə həqiqətdə Allaha itayət etməsi lazım olduğu, tələb olunduğu halda şeytana itayət etmiş olur. Bu baxımdan da şeytana qul olmuş olur. Allaha yox. Və sonra Allahı zikr etməyin, yəni daha bir xüsusi növlərindən də birisi istiğfardır. Zikrin növlərindən də birisi istiğfardır. İstiğfar, yəni insanın əstəğfirullah deməsi, və yaxud əstəğfirullah və ətubu ileyh deməsi. Nə deməkdir əstəğfirullah? Allahdan bağışlama diləməkdir.
Allahım səndən bağışlanma diləyirəm. Tövbədir bir növ. Və yaxud buna da ətubu ilə əlavə edirsənsə nə olur? Sənə tövbə edirəm, səndən bağışlanma diləyirəm və sənə tövbə edirəm. Və istiğfarı əvvəla Allah subhanahu ta'ala əmr edib. Allah subhanahu ta'ala əmr edir istiğfarı Qur'anda. وَاسْتَغْفِرُوا رَبَّكُمْ ثُمَّ تُوبُوا إِلَيْهِ Allah ta'ala buyurur ki, Rəbbinizə istiğfar edin, bağışlanma diləyin və ona tövbə edin. Və əgər Allah subhanahu ta'ala tövbəni, istiğfarı əmr edirsə, deməli, bu vacibdir. Deməli, istiğfar etməyin sənə namaz qılıb, oruz tutmağın kimi vacibdir. Necə ki, namaz qılmaq, oruz tutmaq sənə vacibdirsə, istiğfar etmək, tövbə etmək vacibdir sənə. Vacibin tərki isə nədir? Haram. Vacibin tərki haramdır. Vacibin tərkinə görə nə var? Savab var, yoxsa əzab var, günah var. Vacibin tərkinə görə günah var. Deməli, istiğfar vacibdir. Tövbə vacibdir, sən tövbə etməlisən. Sonra istiğfarın faydalarından istiğfar müttəqilərin vəsfidir. Müttəqilərin vəsfi. Niyə deyirik müttəqilərin vəsfi? Çünki Allah Taala müttəqiləri sevir, müttəqilərlə bərabər olduğunu qeyd edir Quranda və daima Allah Subhanahu Taala Qurana baxanda, oxuyanda, baxın görün, o vəsflər ki, Allah Subhanahu Taala onu, o vəsflərdə olan möminləri sevir və onların özünə yaxın olduğunu qeyd edir, çalışır o vəsfləri qazanmağa çalışır. Və budur Allah Taala və müttəqilərin vəsfindən olaraq qeyd edib ki, onların özəlliklərindən də istiğfar etmələri. Allah Teala buyurur: "Vasari'u ila mağfiratin min rabbikum ve cennetin arduha as-semawati vel ardu uiddat lil muttaqin." Genişliyi göylər və yerlər qədər olan və müttəqilərə hazırlanmış olan cənnətdə tələsin. Rəbbinizdən bağışlanmağa və genişliyi göylər və yer qədər olan cənnətə, müttəqilərə hazırlanmış olan cənnətə tələsin. "Ellezine yunfiquna fis-serra'i ve'd-darra ve'l-kaziminel-gayz." O şəxslər ki, kasıblıqda da, darlıqda da, zorluqda da və əminamanlıqda da, yəni bolluqda da xərcləyərlər və qəzəblərini boğarlar. وَالْكَاظِمِينَ وَالْعَافِينَ عَنِ النَّاسِ Qəzəblərini boğarlar və insanları bağışlayanlar. Görürəm, bu hamısı müttəqilərin vəsfləri, gözəllikləridir. Yəni, genişlikdə olanda da, bolluqda da, qıtlıqda da xərcləyərlər. Onların xərcləməsi təkcə varlı olanda deyil. Onlar kasıb olanda da xərcləyərlər. Qəzəblərini boğarlar. Qəzəblərini boğarlar. Bunun gərəyi də insanları da bağışlayanlar. Eğer sən qəzəbini boğdunsa insana qarşı deməli bağışladın onu. Hamısı bundan başlayır. Qəzəbini boğmaqdan başlayır. Qəzəbini boğa bilsən, bağışlamağı bacaracaqsan. Xüsusən ailədə ailə üzvləri bir-birinə qarşı. Qəzəbləndirsə, qəzəbini boğdunsa, bağışlaya biləcəksən. Deməli, qəzəbləni boğlar, insanları bağışlayanlar. Sonra, وَمَنْ يَغْفِرُ الذُّنُوبَ إِلَّا اللّٰهِ Allah təala deyir ki, günahları kim bağışlayar? Sonra Allah Teala وَالَّذِينَ إِذَا فَعَلُوا فَاحِشَةً أَوْ ظَلَمُوا أَنفُسَهُمْ ذَكَرُوا اللّٰهَ وَاسْتَغْفَرُوا اللّٰهَ ذَكَرُوا اللّٰهَ فَاسْتَغْفَرُوا اللّٰهَ O şəxslər ki, bir pis iş gördükdə və yaxud öz nəfslərinə zülm etdikdə, günahlarla Allah'ı xatırlayanlar və istiğfar edərlər. Allah'ı xatırlayanlar və istiğfar edərlər. وَمَنْ يَغْفِرُ الذُّنُوبَ إِلَّا اللّٰهِ وَلَمْ يُصِرُّوا عَلَى مَا فَعَلُوا وَهُمْ يَعْلَمُونَ وَهُمْ يَعْلَمُونَ Günahları Allah'tan başqa kim bağışlayar və onlar bildikləri halda günah üzründə davam etməzlər. Onlar bildikləri halda günahlarda davam etməzlər. Ulaika cəzaohum mağfiratun min rabbihim. Onlara Rəblərindən mükafat olaraq bağışlanma var.
Deməli, burada şahid yerinədir müttəqilərin vəsiflərindən. Onlar xatırlayarlar Rəbbini və istiğfar edərlər. İstiğfar edərlər. Həmsinin istiğfarın faydalarından istiğfar rəhməti cəlb edir. Allah subhanahu ta'ala rəhməti. İstiğfar deyəndə biz nəyə deyirik, düzdürmü? Nədir istiğfar? Yox, nətər olur forması? Əstəğfirullah və yaxud əstəğfirullah və atubu ileyh. Əstəğfirullah və yaxud əstəğfirullaha və atubu ileyh. Allah təala buyurur ki: "Ləulə təstəğfirullaha ləalləkum turhamun." Kaş Allaha istiğfar edəsiniz, bəlkə Allah sizə rəhm edər. Siz istiğfar edin, Allah da sizə rəhm etsin. Həmsinin istiğfarın faydalarından istiğfar bir çox xeyirləri cəlb edən bir əməldir. Allah Teala buyurur: "Fəqultu istəğfiru rabbakum innehu kana ghaffara." Dedim Rəbbinizə istiğfar edin, o Gaffardır. Gaffar nə deməkdir? Günahları təkcə bağışlayan yox, günahları örtən. Günahları örtən. Gaffar, çox bağışlayan. Sonra deyir ki: "Yursilis səmâ aleykum midrara." İstiğfarın səmərəsi dindir. Sizə bol-bol yağış yağdırar, əgər istiğfar etsəniz. Və yumdidkum bi amwalin və bənin. Və oğul, uşaq və mal-mülklə sizi dəstəkləyər. Yəni sizə mal-mülk verər, oğul, uşaq bəxş edər, zürriyyət. Nəyin səmərəsidir? İstiğfarın. Və yumdidkum bi amwalin və bənin və yec'al lakum cennetin və yec'al lakum enhara. Sizlərə bağça və çaylar axıdar. Sizlərə bağçalar verər. Yəni dünyəvi nemətlərdir bunlar. Mə ləkum lə tərcunə lillahi və qara. Sizə nə olub ki, Allahı uca tutmursunuz. Ləqəd xalaqakum ətvara. Allah sizi mərhələ-mərhələ xəlq edib. Allah təala görür, istiğfarla başladı ayəni. Fəqultu istəğfiru rabbakum innehu kana ghaffara. Dedim ki, Rəbbinizə istiğfar edin, o çox bağışlayandır. Sonra sonunu nədən bitirdi? Nə olub sizə? Allah'a layiqincə qiymətləndirmişsiniz, uca tutmursunuz. Nə ilə? İstiğfarla. Deməli, faydalardan da budur ki, istiğfar etməklə sən Rəbbini uca tutmuş olursan. Rəbbini əzəmətləşdirmiş olursan, böyütmüş olursan, uzatmış olursan. Çünki istiğfar bir növ etirafdır. Etirafdır. Sənin Rəbbinə günahkar olmağını etiraf etməyindir. Əstəğfirullah deməyin. Və böyük əzəmətli bir əməldir. Ona görə istiğfarı durmadan çoxaldır. Və istiğfar bütün peyğəmbərlərin ən çox etdiyi əməllərdən birisidir. Yəni, baxsaz nə dedi? Peyğəmbərlər ayrı-ayrılıqda Allahdan bağışlanma deyib istiğfar ediliblər. Xüsusən də Peyğəmbər Muhammed sallallahu aleyhi ve sellem'in xüsusən ən çox etdiyi əməllərdən birisidir. Allah Resulü deyir hədisdə: "Vallahi inni la astaghfirullah və atubu ilayhi fil yawmi aksara min 70 marratin." Deyir Allaha and olsun ki, mən gün ərzində 70-dən çox Allaha istiğfar edib tövbə edirəm. Həmsinin bir rivayətdə gəlir: "Ya eyyuhan-nas tubu ila rabbikum fa inni astaghfirullah fil yawmi 100 marra." Bir Müslim rivayətində deyir ki, ey insanlar, tövbə edin, istiğfarı çoxaldın. Mən gündə 100 dəfə istiğfar edirəm. Kimdir bunu edən? Muhammed sallallahu aleyhi ve sellem. Ha? O şəxs ki, onun keçmiş və gələcək günahları bağışlanıb. Amma bu örnəkdir bizə ki, istiğfar salih əməldir. İnsanın dərəcəsini qaldırır, insanın günahlarını kəffarədir. Yəni, Allah Resulü əgər gün ərzində 100 dəfə, burada 100 çoxluq mənasındadır, şərt deyil ki, məhz 100. O demək deyil ki, 150 dəfə olmaz, 1000 dəfə olmaz. Xeyr, müəyyən bir ədəd sayı hesabı qoymadan, sən gün ərzində 1000 dəfədə istiğfar etsən, 100 dəfədə, 80 dəfədə, 90 dəfə, 200 dəfə, əlhamdülillah, əsas o tələb olunan nədir? Çox etmək.
Bəli, əsas odur, istiğfarı nədir? Çox etməkdir. Və bu ayda edilən ən salih əməllərdən birisi istiğfardır. İstiğfar insanın günahlarını silir. Və yaxşı olar ki, istiğfar dillə olmasın sadəcə. Sadəcə dillə olmasın. Qəlb müşahiyyət etsin buna. Qəlblə də olanda artıq tövbə olur. Amma istiğfar ayrı-ayrılıqda zikirdir. Öz-özündə zikirdir. İnsan çoxaltması, məsələn, əstəğfirullah, 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 tübülək. Bunu çoxaltması bu tələb olunur, zikirdir, faydadır. Amma qəlbi ilə bunu etsə, yəni müəyyən bir günahını məsələn xatırlayaraq əstəğfirullah və atubullah deyib tövbə niyyəti ilə də etsə, həmən bu dili ilə dediyi istiğfar tövbə sayılır. Aydındırmı? Həmən bu dili ilə dediyi istiğfarı tövbə sayılır. Ona görə də çalışın bu ayda xüsusilə, yəni ki, sübh namazından öncə. Çünki bu vaxtda istiğfar edənləri Allah tərifləyir. Allah Teala buyurur ki, "Kanu qalilan minəl-leyli ma yehcaun və bil-əsharihum yestağfirun." Allah Teala deyir ki, onlar gecəni az yatardılar və gecənin son vaxtında sübhdən öncə istiğfar edərdilər. Allah Teala cənnət əhlini sayır, tərifləri, müttəqiləri. Sonra deyir ki, onlar gecələrini az yatardılar və səhərə yaxın istiğfar edərdilər. Ona görə səhərə yaxın istiğfar etmək bu fəzilətlidir. Yəni sübh namazından öncə gecənin son 3də biri, gecənin 6da biri bu vaxtı istiğfarın özəl xüsusi bir təsiri var. Biz xatırlayırsınızsa keçən dərsdə dedik ki, 7 sinif insanlardan ki, onlardan da Allahın kölgəsində köncələnlənən insanlardan biri Allahı tək olduğu zaman xatırlayıb gözyaşı axıdandır. Bax, istiğfarı çoxalt həmin vaxt. Tək olanda istiğfarı çoxalt. Ümumən çalışın, Allahla təşkiliniz olsun. Allahla təşkiliniz olsun. Evdə məsələn, bəli, insan uşaqların yanında namaz qılması, uşaqlar ibrət alsın da yaxşıdır, amma hərdən mütləq tənhalığın olmalıdır Rəbbinlə. Nə zövcə, nə uşaq, nə valideyn, heç kəs alışdır özünü bu tənhalıya. Mütləq alışdır. Ona görə İbn Teymiyyə Rahimullah türməyə düşəndə deyirdi, mən alışmışam Rəbbimlə tək qalmağa, darıxmırdı. Yəni, insan, Allah qorusun, sabahsı gün insan daima çətinliklərə hazır olmalıdır. Sabah bizi türmə gözləyə bilər, sabah bizi zaten qəbir var, o gözləyəcək tənhalıq. Yəni, Rəbbimizlə təhlik gözləyəcək bizi. Qürbət ola bilər, ailədən uzaq düşmə ola bilər, hər neysə bu ola bilər. İndidən sən ailən yanında ola, dostların, qardaşların yanında ola, mütləq Rəbbinlə tək qalmağa vaxt ayırırsın. Bu olduqca faydalıdır, səni öyrədir bu. Səni həmən o qürbətdə olduğun zaman çox sıxıntı çəkməməyə öyrədir. Amma insanlar ki, daima, bütün saatlar, dəqiqələr insanlarla, ailə ilə, uşaqlarla, zövcə ilə, qardaşlar, onun öz yeri var, yaxşı, amma məsələn, Rəbbinlə təklik, bu daha mühümdür, bu daha önəmlidir. Daima ona görə mütləq gün ərzində baxın, yəni insanlarla çox qarışdırmağınızdan, daha çox deməyin, heç olmasa ona bərabər də deməyin, yaxşı. Ona yaxın heç olmasa Rəbbinizlə bir təşkiliniz olsun. Rəbbinizlə tənhalığa qapanmaq bir vaxtınız olsun. Və Allah subhanahu bizləri özünü çox zikr edən qullardan etsin. Allah azza və cəllə bizləri bağışladığı qullardan etsin. Allah subhanahu teala ibadətlərimizi qəbul etsin. Allah azza və cəllə bizi ixlaslı qullardan etsin və etdiyimiz əməlləri bizdən qəbul etsin. Subhanakallahumma və bihamdik, əşhədu en la ilahe illa ente, estağfiruke və etûbü ileyk. Allahummə salli və sallim və barik ala abdika və rasulika nebiyyina Muhammed.